Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə bazar biotəhlükəsizlik və baytarlıq sanitariya tələblərinə uyğun yenidən qurularaq istifadəyə verilib. Ərazidə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Bazar heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün zəruri avadanlıqlarla təchiz olunub. Bundan başqa burada heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr də yaradılıb. Baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yeni yem anbarı, iri və xırda buynuzlu heyvanların satış sahələri yenidən qurulub. Hal-hazırda bizim bazarda 600 iri buynuzlu heyvanlar üçün yer hazırlanıb, 1000 başa yaxın xırda buynuzlu heyvanlar üçün yerlər düzəldilib.